Salımcan ciğerler. Pox kimi səs sıxdam olsun. Kanalımız 2K abunə oldu. Və buna özel sual cavab videosu çəkəcəyimi demişdim. Çəkirəm də indi. Neysə, elə çox sual var, ona görə elə suallara keçsək daha yaxşı olar. İlk sualı cındır dostum yazıb. Yazıb ki, geysən. Yox, mən badımcan yemirəm. Hansı ixtisas üzrə oxuyursan ya da oxuyurdun? İkinci qrup iqtisadiyyat hələ ki 11-ci sinifimi oxumuram, amma onun üzrə çalışıram. Ad günün nə vaxtı? 13 yanvar. Hansı oyunları oynayırsan və önərmək istəyirsən? Brawl Stars və Marvel Spider-Man belə oyunlar oynayıram. Önərmək üçün Limbo, Buckshot Roulette və yaxud da Shadow Fight 2 belə oyunlar önərmək olar. Çünki hekayə əsaslı daha məntiqlidir. Kaş eləməzdim dediyim bir şey var. Uşaqlıq səhvləri, yəni o da mənlik deyir artıq. Bu kanal açanda 2K olacağını heç düşünmüşdüm və necə gələcəkdə neçə K və ya milyon abunəsi olacağını gözləyirsən. Bu kanalı açmamın tək səbəbi, yəni dostumla TikTokda ortaq olaraq mizah kanalı açmışdıq və çox da getmədi, amma gördüm ki, nəsə bacarıq var, ona görə açdım. Sadəcə yoxlamaq məqsədi ilə və alındı. Adın nədir Murad? Harda yaşayırsan? Cəlilabad rayonunda. YouTube açan başladım. Ümumi olaraq 12 yaşımda başladım. Amma bu kanalı isə 2 ilə yaxındır açmışam. Üzünü haçan göstərəcəksən və yaşın neçədir? Üzümü göstərəcəm yaxşı təchizatım olanda. Yaşım isə 17 yaşım var. Roblox isə oynamıram. Biraz yoruldum, çay içim və sizdə parkurun keyfini çıxardım. Bu oyun neçədir? 1.69, amma hamıya 1.70 deyirəm. Adım Muraddır. Əgər elədirsə adaşıq. Bəli, dostum, adım Muraddır. Adaşıq. Hürmüz boğazını sən kəsmisən. Yox, nənəm kəsib. Səncə Azərbaycan nefti hara gedir? Deməyə cavabım çoxdur, amma uyğun cavab yoxdur. Ona görə bu sualı keçirəm. Vergilərini ödəyirsən? Yox, yaşım çatmır. Heç videolarına görə Əliyev qapının dibində dayanıb? Hələ ki yox. İnşallah dayanar. İlham Əliyev qapında dayansa nağararsan. Onunla birlikdə vlog çəkərəm. Xoşladığın kimsə var? Xeyr, yoxdur. 1 milyon abunə olsaydı ilk sözün nə olardı? Nə deyəcəyimi bilmirəm, amma böyük ehtimal sevincdən patoloqa dırmaşardım. Səncə gələcəkdə sənin bugünkü keçmişin səni necə xatırlayacaq? Pox kimi. Əgər vaxtın qorxusu olsaydı hansı qorxunu seçərdin? Bunu heç fikirləşməmişəm, amma yəqin yüngül belə iyisi gələn gül qorxusu kimi olardı. Bir gün bütün saatlar dayansa insanlar vaxtı necə ölçərdi? Qədimi yollarla, yəni su saatı idi, var idi qədimdə, bir də günəşin kölgəsi ilə. Səssizlik səsi olsaydı necə səslənərdi? Məncə dark fantasy filmlərinə yəqin baxırsınızlar. Yüngül gələn zəif səslər kimi olardı yəqin ki. Əgər düşüncələr görünən olsaydı insanlar daha dürüst olardımı? Xeyr, məncə daha da çox yalan düşünməyə başlayardılar. Sən öz həyatın hansı hissəsində film qəhrəmanı kimi hiss edirsən? Uğursuz olub bir pox yaratmayandan sonra yenidən geri dönüş eləyəndə özümü film qəhrəmanı, baş qəhrəman olaraq hiss edirəm. Əgər yaddaşını bir günə silmək şansın olsa, edərdin? Bəli, edərdim. Səncə bir insan özünü tam tanıya bilərmi? Uzun zaman çəkir, amma məncə mümkündür. Adın nədir, neçə yaşın var? Adım Murad, yaşım 17. Və artıq qocalıram, 17 yaşım. Bana ne amına koyayım? Ən çox sevdiyin yemək nədir? Makaron. Səhər insansan yoxsa gecə? Biraz qəribə olacaq, amma gecə yatıram və səhər tezdən dururam. Yuxu rejimim bərbaddır. Ən çox sevdiyin fən hansıdır? Azərbaycan dili. Heç vaxt sınamaq istəmədiyim bir şey yəqin yazmaq istəyibsən. TikTokda ərigən dans videoları. Səni ən çox güldürən şey nədir? Mənim kimi başı xarab dostlarımla birlikdə deyib gülmək. Vaxt maşını olsaydı hara gedərdin? Keçmişə gedib kripto yığıb gətirərdim bu dönəmə. Bir süper gücün olsaydı hansı olardı? Örümcək adam gücü. Dünyada bir şey dəyişdirə bilsəydin, nəyi dəyişdirərdin? Yəqin ki, dövlətlər arasında olan qeyri-stabilliyi düzəldərdim.
Sonsuz pul yoxsa sonsuz vaxt? Sonsuz vaxtın bir mənası olmaz. Sonsuz pul amma məncə daha qəşəngdir. İnsanlar niyə xəyal qurur? Yaşaya bilmədiyi şeyləri xəyal quraraq özlərinə ümid bəxş edirlər. Bu qədər ağlıma gəldi. Maşallah da nə qalıb ki? Nəysə video bu qədər idi. Ümid edirəm ki video xoşunuza gəldi. Videonu bəyənib kanala abunə olmağı unutmayın.